Salam əziz Ordubad Travel dostları, Ordubad Travel ailəsi, Ordubad Travel müştəriləri. İnşallah bizim 29-30 sentyabr ayında Məşəd Kərbəla ziyarətimiz var. Qiymət $750'dır. Qiymətə daxildir. Gündə 3 dəfə yemək həm Kərbəlada, həm Nəcəfdə, həm Məşəddə. Nəcəfdə 2 gün qalınacaq, Kərbəlada 3 gün qalınacaq, Məşəddə 3 gün qalınacaq və yol boyu ziyarətgahlardır. Və bizim 29-30 sentyabr tarixində Məşəd ziyarətimiz də var. Qatarla $250'dır. Yəni yemək daxil deyil, sadəcə olaraq oteldir. Qatar gediş-dönüş biletləridir və avtobusdur. $300 isə qatarlandır. Gediş-dönüş qatar biletləridir. Oteldir, gündə 3 dəfə yeməkdir, avtobusdur. Və $450 isə təyyarə iləndir. Buna da təyyarə gediş-dönüş biletləri daxildir. Avtobusdur, oteldir, gündə 3 dəfə yemək daxildir. Yəni Məşəddə də hər yer ziyarət olunacaq, yol boyu ziyarətgahlarımız olacaq. Tələsin, yerlərimiz məhduddur bu turlara və Qarabağ turumuz var bizim. Qiymət 35 manatdır. Qiymətə daxildir portal və avtobus gediş dönüş üçün. Əshab-ı Kəhf ziyarətimiz var 8, 9 və 15 sentyabr tarixinə. Daha doğrusu avqust ayına, üzr istəyirəm, 8, 9, 15 avqust tarixinə. Qiymət 160 manat, səhər yeməyi daxildir. Gediş-dönüş təyyarə bileti və transfer üçün avtobus daxildir. Elanda yazılmış bütün hər yer ziyarət olunacaq, gəziləcək. Naxçıvan Əshab-ı Kəhf turumuza da yerlər məhduddur. Buyurun, tələsin, müraciətlərinizi gözləyirik. Ünvanımız isə İnşaatçılar metrosu, Ağçayım Şadlıq Sarayının arxasında yerləşir. Ekranda gördüyünüz nömrələrlə əlaqə saxlayın. Biz sizi qarşılayaq. Hələlik Allah'a əmanət olun, özünüzdən müğayət olun.